Salam, bugün sizinlə kimyanın ilk anlayışlarının ikinci bölməsi olan valentlik bölməsinə baxırıq. Testlərə başlamazdan öncə bu bölmədə sizə lazım olacaq əsas məlumatları vermək istəyirəm. Adından da göründüyü kimi bu bölmədə valentlikdən danışılacaq. Məsələn, bizə bir maddə verib x, y. X-in və y-in hər bir, yəni həm x-in, həm də y-in bizə valentliyin verəcək. Məsələn, x-in valentliyi bizə 2 veribsə, biz x-in valentliyini burada yaza bilmərik. Yəni, valentliyi verildiyi zaman onu indeksinə yazmırıq. Bizə verilən valentliyi həmin maddənin üzərinə yazırıq. Yəni, əgər bizə x-in valentliyi 2 verilibsə, x-in üzərinə 2 yazırıq. Y-in valentliyində məsələn 1 verib, yəni bunu nümunə olaraq deyirəm. Y-in valentliyində məsələn 1 veribsə, y-in üzərinə 1 yazırıq. Amma yazdıqdan sonra təbii ki, bu çarpaz şəkildə düşür. Yəni 1 gəlib x-in ayağına düşür, 1 olduğu zaman yazılmır. 2 isə gəlib y-in ayağına düşür və maddəmiz olur x, y, 2. Amma bəzi hallarda bizə verilən maddədə ixtisarlar da gedə bilər. Məsələn, bizə maddə verilib x, y və bizə valentlik olaraq, məsələn, x-in valentliyi verilib 3, y-in valentliyi verilib 6. Biz onda çarpaz yazıb x3, y6 şəklində yaza bilmərik. Əgər bizə verilən valentliklərdə biz ixtisar eləyə biliriksə, o zaman mütləq ixtisar eləməliyik. Yəni, burada x3, y6 yaza bilmərik. 3 ilə 6 ikisi də nəyə gedir? İkisi də 3-ə ixtisar gedir və burada 2 qalır. Yəni, burada 1 qalır, burada 2 qalır. 2 gəlir, x-in ayağına düşür, y-də isə heç bir şey yazılmır, olacaq x2, y. Bu bölmədə əsasən bundan söhbət gedəcək və bir də bir şey yadda saxlamalısınız ki, birinci, ikinci, üçüncü qrup elementləri sabit valentlidir. Təbii ki, əsas elementlərdən söhbət gedir, əsas qrupun elementləri. Digərləri isə dəyişkən valentlidir. Bundan da suallar düşəcək. İndi isə vaxt itirmədən keçək birinci suala. Valentliyi manqan oksid formulu ilə müəyyən edilir. Baxın, indi burada fikir versəz, bu 7-dir, bu isə 2-dir. Yəni, ixtisar getmir. Təbii ki, çarpaz düşəcək. Olacaq manqan oksid. Bu 7 valentli verilib, bu 2 valentli verilib, çarpaz düşəcək və olacaq manqan 2O7. Yəni, doğru cavab olacaq C variantı. Keçirəm ikinci suala. Manqan oksidin formulunu müəyyən edin. Artıq biz burada manqan 2O4 şəklində yaza bilmərik. Çünki 4 ilə 2 ixtisar gedir. Bunları ixtisar aparıram. Burada 2 qalır. Yəni, olur manqan oksid. Burada 2 qalır. Bu isə təbii ki, 1 olur. 1 dedik ki, yazılmır. Olacaq manqan O2 şəklində. Doğru cavab olacaq C variantı. Üçüncü sualda da valentliyi əsasən ferium oksid formulunu müəyyən edin deyir. 3 ilə 2-dir, bu da ixtisar gedə bilmir. Və olacaq ferium oksid. Bunu verib 3, bunu da verib 2. Çarpaz şəkildə gəlib indekslərinə düşəcək. Olacaq ferium 2, O3, yəni Y variantı. 4-də bizə CO2-nin formulunu verib və bizə deyir ki, bu birləşmədə karbon neçə valentlidir. Yadınızda qalsın, əgər bizə suallarda neçə valentlidir soruşursa, ən yaxşı yadda saxlama üslubudur. Bizdən nəyin neçə valentli olduğunu soruşur? Karbonun. Deməli, karbona baxırıq. Karbondan neçə qol çıxıb ona baxırıq. Baxın, karbondan göstərim. Karbondan burada 2 dənə qol çıxıb. Baxın, oksigenə 2 dənə qol çıxıb. Burada da digər oksigendə 2 dənə qol çıxıb. Deməli, 2, 2, cəmi nə qədər eləyir? 4. Deməli, 4 valentlidir. Yəni, əgər bizə neçə valentli deyirsə, yəni biz həmin elementdən neçə qol çıxdığına baxırıq. Burada da 4 qol çıxdığına görə oldu Y variantı. 5-ci sualda da eynisidir. Deyir, nə neçə valentlidir? Kükürt neçə valentlidir? Kükürtdən çıxan qollara baxıram. Biri, baxın, budur. Burada çox oksigenə birləşib. Biri burada çox oksigenə birləşib. Bu oldu 2. İkisi burada çox oksigenə birləşib. Plus 2. İkisi də burada çox oksigenə birləşib. Bu da plus 2. Olacaq 6 valentli, yəni A variantı. Hansı birləşmədə kükürt 4 valentlidir? Demişdik ki, indeksinə, yəni çarpaz olaraq düşür. Digər elementə də mütləq baxmalıyıq. Baxaq A variantına. A variantında SO2. SO2-də oksigen bilirik ki, hər zaman neçə valentlidir? 2 valentlidir. Yəni, oksigenin üzərinə 2 yazılıq. Və görürük ki, kükürdün ayağına heç bir şey düşməyib. 1 düşüb.
Demək ki, bu ixtisar gedib. Yəni əvvəl bu 4 olub ki, 4 ilə 2-ni ixtisar aparmışıq. Burada 2 qalıb və çarpaz olaraq gəlib oksigen ayağına düşüb. Demək ki, kükürt burada 4 valentli olub. Bizə deyirlər ki, kükürt 4 valentlidir. Doğru cavab olacaq A variantı. Yenə hər ehtimal o biri variantlarda gəlin baxaq. Kuprum 2S. Kuprum bilirik ki, neçənci qrupdadır? Birinci qrupda və bayaq yazdım ki, birinci, ikinci, üçüncü qrup elementləri sabit valentlidir. Yəni kuprum birinci qrupda yerləşirsə 1 valentlidir. Baxın, kükürdün ayağına nə düşdü? 1 düşüb. Yəni yazılmayıbsa dedik ki 1-dir. Demək ki, əgər burada kuprumun ayağına 2 düşübsə bu 2 valentlidir. Deməli kükürd burada oldu 2 valentli, bizə 4 valentli deyir. SO3-ə baxaq. Oksigen dedik ki 2 valentlidir. Demək ki, kükürd də 6 valentli olub ki 4 yox. 6 valentli olub ki, 6 ilə 2 ixtisar gedib, burada 3 qalıb və həmin 3 gəlib bura ayağına düşüb, burada da 1 qalıb. Kükürdün görürsünüz, aşağısında heç bir şey yazılmayıb. Yəni 1 valentlidir. Deməli kükürd neçə valentli olub? 6 valentli. Bizə isə şərtdə baxın 4 valentli deyir. Ona görə C-ni də atıram. Kalsium S. Kalsium bilirik ki, ikinci qrupda yerləşir və sabit valentlidir. Yəni 2 valentlidir. Deməli kükürd də 2 valentli olub ki, bunlar ikisi ixtisar gedib, 1-1 heç bir şey düşməyib. Deməli, D-də yanlışdır. Bizdən 4 valentli soruşur, amma bu 2 valentlidir. Y variantına baxıram son olaraq. Ferium 2, S3. Ferium dəyişkən valentlidir. Yəni, həm 2, həm 3 valentli ola bilir. Kükürt də, eyni zamanda, bəli, kükürt də dəyişkən valentlidir. 4 valentli ola bilir. 6 valentli ola bilir, 2 valentli ola bilir. Baxın, burada məsələn 2 oldu, burada 4 oldu, burada 6 oldu. Yəni, əgər burada bizim kükürdümüz 2 valentlidirsə, bu o deməkdir ki, dəmirimiz də 3 valentli olub. Yəni kükürdümüz 2 valentli olub. Bizdən isə 4 valentli soruşur. Bu da yanlışdır. İndi sizdə belə bir sual yarana bilər ki, bəs ola bilməzdi ki, burada Y variantında ferium 2S3 verilib bizə. Bəlkə elə bu kükürd 4 valentli olub. Bu feriumda 6 valentli olub. İxtisar gedib ikisi də 2-yə. Burada qalıb 2, burada qalıb 3. Bunlar da indekslərinə düşüb. Ola bilməz? Təbii ki, ola bilməz. Səbəbi, çünki ferium heç vaxt 6 valentli ola bilməz. Ona görə bu fikir tamamilə yanlışdır. Mütləq və mütləq ferium 2 kükürdsə, daha doğrusu ferium 3 kükürdsə 2 valentli olmalıdır. Deməli, bu variant da yanlışdır. Keçək 7-ci suala. Hansı halda oksidin formulu doğru göstərilib? Baxıram, alüminium 3 valentli verib, oksigeni 2 valentli verib, gəlib çarpaz düşüb. Bəli, doğrudur. Elə doğru variant olacaq A. Gəlin digərlərinə baxaq ki, nə səhvdir. P2O3 verilib, amma baxın, fosforun valentliyi bizə 5 verib. Amma oksigenin valentliyi bizə 2 verib. Yəni P2 olmalıydı, 5 də gəlib oksigen ayağına düşüb, P2O5 olmalıydı. Deməli, bu da yanlışdır. C variantında dedik ki, 4 ilə 2-dirsə, bunları ixtisar eləməliyik. Burada qalmalıdır 2 və manqan O2, baxın, bu şəkildə olmalıydı. Yəni, burada 2 olmamalıydı. Bu da yanlışdır. Baxıram D variantına. 1, 2-dirsə, dedik ki, 1 olanda çarpaz gəlib düşməlidir və burada heç nə yazılmamalıdır. Bu da yanlışdır. Magnezium O2 yazılıb. Burada isə baxın 2 yazılıb valentliklər. Yəni bunlar ikisi də ixtisar gedir 2-yə, qalır magnezium oksid. Yəni burada 2 olmur. Bu da yanlış cavabdır. Keçək 8-ə. Hansı metal birləşmələrdə 1 valentlidir? Təbii ki, biz əgər 1 valentli deyirsə, birinci qrup elementi olmalıdır. Bu da natrium. Kalsiumla magnezium ikinci qrup elementidir. Alüminium isə üçüncü qrup elementidir. Ferium isə dedik ki, 2 və 3 valentliliyi göstərə bilir. Keçək 9-cu suala. Hansı metal birləşmələrdə 1 valentlidir? Yenə birinci qrup elementini seçirik. Kalium B variantı. A variantında gördüyümüz bariumdur, kalsiumdur, C-dəki kalsiumdur. Bunlar ikisi də ikinci qrupda yerləşdiyinə görə 2 valentlidir. D variantında alüminium üçüncü qrupda yerləşir, 3 valentlidir. Xrom isə 2-3 valentliliyi göstərə bilir. Keçək 10-cu suala. Valentliklərə uyğun olaraq hansı formul düzgün göstərilmişdir? Aha, baxaq, başlayıram A variantından. 2 və burada 5, 6, 7 valentli və 2 valentliliyi göstəribsə, çarpaz düşməli idi. Bura 3 yox, 7 düşməli idi. Çünki bunlar ixtisar getmir. A variantı yanlışdır. B variantında 2, 3-dürsə, təbii ki, bunlar da ixtisar getmir. Çarpaz düşəcəkdi. Olacaqdı xrom 2, O3. Bu da yanlışdır. Baxıram C variantına. 6, 2, bəli, bunlar ixtisar gedir. Burada 3 qalır, burada 1 qalır və xrom O3 doğrudur. Deməli, doğru cavab olacaq C variantı. Gəlin D variantına da baxaq. Bayaqki sual P2, burada 5-dirsə gəlib bura 5 düşməli idi.
3 olmaz. Bu da yanlışdır. Və Y variantında da litium 1 valentlidir, oksigen 2 valentlidirsə, həmin bu 2 gəlib litiumun ayağına düşməlidir. Deməli, bu da yanlışdır. Doğru cavab olacaq C variantı. Baxaq 11-ci suala. Hansı formulda elementlərin valentliyi doğru göstərilmişdir? Hidrogen 1 valentlidir, karbon isə 2 valentlidir. Karbonun ikisi gəlib hidrogen ayağına düşməlidir. Burada isə 4 yazılıb, 2 olmalıdır. Deməli, yanlışdır. B variantında bəli, 2 gəlib bura düşüb, 3 də gəlib oksigenə düşüb. Deməli, bu doğrudur. C variantına baxıram. C variantında hidrogen 3 valentli deyil. Hidrogen həmişə 1 valentlidir, 3 valentli ola bilməz. Amma baxın, burada azotu isə 1 valentli verib. Yəni, bunların valentliklərinin yeri dəyişik olsaydı, necə olardı? Azot 3 valentli olardı, hidrogen 1 valentli olardı və həmin bu 3 gəlib NH3 kimi hidrogen ayağına düşərdi. Amma burada yerləri dəyişik verib, C yanlışdır. D variantında 3-2 heç bir ixtisar getmir, yəni ferium 2O3 olmalıydı, bu da yanlışdır. Y variantında alüminium 2O3, bu da baxın C variantındakı kimi bunların valentlikləri yanlış düşüb, yəni burada olmalıydı, bunu silək. Alüminium olmalıydı 3 valentli, oksigen olmalıydı 2 valentli və bunlar çarpaz düşməliydi, olmalıydı alüminium 2O3. Burada isə yerləri səhv yazılıb, yəni yanlışdır. 12-ci suala baxaq. Hansı sıradakı elementlərin hamısı dəyişkən valentlidir? Bayaq sizə yazdım ki, 1-ci, 2-ci, 3-cü qrup elementləri sabitdir, digərləri isə dəyişkəndir. Yəni, burada cavablardan 1, 2, 3-ü çıxırıq ki, çünki bizə dəyişkən deyir. Sabitləri çıxıram ki, dəyişkən qalsın. A variantında kalsium görürəm, 2-ci qrup elementi atıram. Sonra B variantına baxıram, ferium, fosfor, kükürt, bəli, bunların hamısı dəyişkəndir. Doğru cavab olacaq B variantı. Hər ehtimal gəlin digər variantlarda baxaq. C variantında natrium var, sabit valentlidir, 1 valentli olur həmişə, atıram. Bizə dəyişkən deyir çünki. D variantında düzdür, xlorla brom dəyişkəndir, amma flor ən güclü oksidləşdirici qeyri-metal olduğuna görə yalnız 1 valentliliyi göstərə bilir. Yəni, yalnız 1 valentli ola bilir. Onu da istəsəz qeyd edə bilərsiniz. Deməli, bu da yanlışdır, çünki flor sabit valentlidir. Y variantında isə natrium, magnezium, kalsium hamısı sabit valentli elementlərdir. Ona görə Y variantında atıram. Doğru cavab olacaq B variantı. Keçək 13-cü suala. Hansı sıradakı elementlərin hamısı sabit valentlidir? Aha, bu dəfə artıq sabitləri soruşur. Yəni, dəyişkənləri atırıq. A variantında məsələn burada azot var. Azot dəyişkən valentlidir. A-nı atıram. B variantında flor dedik ki, yalnız 1 valentli ola bilir. Magnezium 2-ci qrup elementidirsə, təbii ki, sabit valentlidir. Kalium da 1-ci qrup metaldır. Bu da sabit valentlidir. Doğru cavab olacaq B variantı. Digər variantlara da baxaq. Məsələn, C variantında kükürt sabit valentli deyil, dəyişkən valentlidir. Bayaq hətta sualda var idi SO2 və SO3. Buradan 6 valentlidir kükürt. Burada isə, daha doğrusu burada 4 valentlidir. Burada isə 6 valentlidir. Demək ki, dəyişkən valentlidir. C-ni də atıram. D variantında kalsium bəli sabitdir, amma karbon sabit valentli deyil. Çünki onun da məsələn oksidlərinə baxsaq, CO, CO2 birində görürsünüz. Burada CO2-də 4 valentlidir, amma CO-da 2 valentlidir. Deməli, D-ni də atıram. Baxıram, Y-də də dedim ki, azot var. Azot dəyişkən valentlidir. Y variantında atıram. Keçək 14-cü suala. 14-cü sualda da bizə deyilir ki, hansı elementlər dəyişkən valentlidir? Təbii ki, sabitləri atıram. 2-də kalium var, 1-ci qrup elementidir, sabitdir. 4-də də magnezium 2-ci qrup elementidir, təbii ki, bu da sabitdir. Bunları çıxıram. Fosforla kuprum isə dəyişkən valentlidir. Doğru cavab olacaq 1-3D variantı. Keçək 15-ə. Hansı elementlər sabit valentlidir? Natrium 1-ci qrup element təbii ki, sabit valentlidir. Və bir də hidrogen 1-ci qrup elementidir, 1 valentlidir. Deməli, bu da doğrudur. Doğru cavab olacaq 1-2 A variantı. Bir də sizdə bir sual yarana bilər ki, məsələn 14-cü sualda kuprumu biz dəyişkən valentli olaraq götürdük. Axı kuprum da 1-ci qrup elementidir. Niyə sabit olmur? Çünki biz dedik ki, 1-ci, 2-ci, 3-cü qrup metalları sabit valentlidir. Səbəbi də odur ki, çünki kuprum əsas yarım qrup elementi deyil, əlavə yarım qrup elementidir. Bizim dediyimiz o qayda isə ki, yəni 1-ci, 2-ci, 3-cü qrup metalları sabit valentlidir. Bu isə ancaq və ancaq əsas yarım qrup elementlərinə aiddir. 1-ci qrupda hansıları idi?
əsas yarım qrupa aid olan elementlər: hidrogen, litium, natrium, kalium, rubidium, sezium, fransium. Yəni digər yerdə qalanlar misdir, gümüşdür, qızıldır. Bunlar isə əlavə yarım qrup elementlərdir. Aha, davam edək 16-cı sualla. Deməli 16-cı sualda bizə deyir ki, xlor oksidinin 18,4 qramında 11,2 qram oksigen var. Oksidin formulunu müəyyən edin. Aha, gəlin buranı silək. Deməli bizə bir xlor oksidi verib. Xlor O. Amma biz bunun indeksə nələrin düşəcəyini bilmirik. Yəni məsələn bu xlor 2O7 də ola bilər və yaxud da baxın, yəni bu cavablardakı bütün oksidlər, yəni bir neçə oksid var. Amma biz bunların hansının olduğunu bilmirik. Bunu necə tapacağıq? Biz hələlik xlor O yox, hətta biz xlor X, O, Y şəklində yazırıq. Çünki biz indekslərini bilmirik. İndi biz gərək indeksləri tapaq ki, burada da hansı oksidin olduğunu müəyyən edə bilək. Bizə verilib ki, xlor oksidinin 18,4 qramında. Yəni bunun qramını bizə verib 18,4 qram. Çünki deyir ki, xlor oksidinin, yəni bu maddənin qramı 18,4 qramdır. 11,2 qramda oksigen var. Deməli, oksigenin kütləsi nə qədərdir? 11,2 qram. Əgər mən buradan xlorun kütləsini tapmaq istəsəm, nə edərəm? 18,4 ümumidir, yəni bütün bu oksidin kütləsidir. Ondan içərisindəki təkcə oksigenin kütləsini çıxsam, yəni 11,2-ni çıxsam, mən burada xlorun kütləsini tapa bilərəm. Bu da eləyəcək 7,1 qram. Deməli, xloru da tapdım ki, 7,1 qram imiş. Baxın, burada sualın sonunda bizə həm oksigenin, həm də xlorun ayrılarını verib. Deməli, mən əgər burada tapmışamsa xloru 7,1 qram, oksigeni də tapmışam 11,2 qram. Deməli, mən bunların ikisinin də nə qədər olduğunu tapa bilərəm. Yəni, xlor normalda nə qədərdir? Baxın, burada yazılıb 35,5-dir. Amma biz nə qədər tapmışıq? 7,1. Mən 7,1-i 35,5-ə bölsəm, bu eləyəcək 0,2. Burada isə oksigen görürsünüz 16 verilib. Yəni öz ayrı 16-dır. Biz nə qədər tapmışıq? 11,2. Burada da 11,2-ni 16-ya bölsəm, alaram 0,7. Bu da olacaq 0,7. Təbii ki, 0,2-ni də 0,7-ni də hər ikisini də 10-a vura bilərəm. İkisini də 10-a vursam, burada qalacaq 2. Burada da olacaq 7. Deməli, 2 nəyi tapdım mən? Bu xlor idi, bu da oksigen idi. Yəni, xlorda tapdığım qramı böldüm öz qramına. Nə üçün böldüm? Xlorun qədərini tapmaq üçün, yəni neçə mol olduğunu tapmaq üçün. Xlorun 7,1 qram tapmışdım, böldüm onu öz ayırına. Tapdım ki, deməli, xlor 2 mol imiş. Oksigenin də öz kütləsini 11,2 tapmışdım, böldüm onun öz ayırına, yəni 16-ya. Bunu da tapdım ki, deməli, bu da 7 mol imiş. Deməli, mən X-ı 2 tapdım, Y-i də 7 tapdım. Çünki xlorun indeksində nə idi? X idi. Deməli, X-i 2 tapmışam. Oksigen indeksində isə Y idi. Bunu da 7 tapmışam. Deməli, maddəmiz oldu. Xlor 2, O 7. Doğru cavab olacaq C variantı. Baxaq 17-ci suala. 17-ci sual da buna oxşardı. Baxaq 17. Azot oksid. Yenə bilmirəm. Təbii ki, indekslərinə X, Y yazacağım. Çünki bu NO2 də ola bilər, N2O da ola bilər, NO da ola bilər. Yəni, biz burada özümüzdən rəqəm qoya bilmərik. Amma bizə azot oksidinin qramını 22 qram verib. Yəni, bunun ümumi qramı 22 qramdır. Oksigen isə 8 qramdır. Bunu isə bizə verib 8 qram. Yenə də təbii ki, biz buradan azotu necə taparıq? 22-dən 8-i çıxarıq. 14 taparıq ki, deməli, azotun da burada kütləsi 14 qram imiş. Bayaqçı üsuldan istifadə edəcəyik. Yəni 14-ü böləcəm. Baxın, burada ayrı deyil 14-dür azotun. 14-ü 14-ə böləcəm, tapacam 1. Digər tərəfdə oksigen 16-dır. Biz neçə tapmışıq? 8. 8-də 16-ya böləcəm, tapacam 2-də 1. Bunlar ixtisar gedəcək. Deməli, nəyi tapdıq biz? Burada tapdığımız azotdur, burada tapdığımız isə oksigendir. Amma biz bilirik ki, təbii ki, heç bir elementin indeksi bu cür, yəni bu nədir? 2-də 1, 0,5-dir. Təbii ki, heç vaxt bu cür tam ədəd ola bilməz. Yəni, onluq halda ola bilməz. Yəni, əgər biz bunu bu şəkildə yazsaq, olacaq N
1-dir indeksi, oksigen isə 0,5. Hardasa belə bir şey görmüsünüz? Yox, təbii ki, bu cür şey mümkün deyil. Və sonda nə edə bilərik? Bu cür hallarda həm oksigeni, həm də azotu 2-yə vura bilərik. Yəni biz bunu 2-yə vururam ki, məxrəcdən azad eləyim. Bunlar gedir. Bir dəqiqə. 2-lər ixtisar gedir. Burada qalır 1. Və burada da 1-i 2-yə vururam təbii ki. Təbii ki, əgər bunu mən 2-yə vurdumsa oksigeni mütləq azotda vurmalıyam. Burada da 1-i 2-yə vururam və cavab alıram 2. Deməli, x-i 2 tapdım. Y-i də burada 1 tapdım. Deməli, formulumuz necə olacaq? Formulumuz olacaq N2O. Deməli, doğru cavab olacaq A variantı. Bu tipli sualların ən rahat üsulu budur. Bu cür həll eləməyinizi məsləhət görürəm. Keçək 8-ci suala. 18-ci sualda da bizə deyir x, y və z elementlərini müəyyən edin. X bizə verilib ki, yəni pluslara baxırsınız ancaq. X bizə verilib ki, sabit valentlidir. Y verilib ki, dəyişkəndir. Z də sabitdir. Bu minus, yəni x sabitdir, dəyişkən deyil, yəni bunu bildirir. X sabitdir, Y dəyişkəndir, Z də sabitdir. Baxıram cavablara. Deməli, A variantından gəlin başlayaq. A variantı deməli dedik ki, x nə olmalıdır? Sabit olmalıdır. Burada hətta mən qeyd edirəm. X sabit olmalıdır, Y dəyişkən olmalıdır, Z də sabit olmalıdır. Aha, indi artıq cədvələ baxmağa ehtiyac yoxdur. Buradan baxaraq yaza bilərik. Baxıram ki, x sinkdir. Sink necədir? Sabit. Burada da sabit verilib, bəli. Deməli, bu doğrudur. Keçirəm Y-ə. Y maqneziumdur. Maqnezium sabitdir. Amma bizə nə verilib şərtdə? Y dəyişkən olmalıdır. Deməli, bu yanlışdır. A variantını atıram. Baxıram B variantına. Maqnezium sabitdir, bəli. X da sabitdir. Deməli, doğrudur. Y-ə baxıram, sink sabitdir, amma bizə Y nə verib? Dəyişkən verib. Yəni, dəyişkən olmalıydı, yanlışdır. B variantını atıram. C variantında xrom dəyişkən valentlidir. Bizə verilib, amma X sabit olmalıdır. Deməli, bu yanlışdır. C-ni atıram. D variantında sink sabitdir. X-i da bizə elə sabit verib, doğrudur. Y-ə baxıram, xrom dəyişkəndir. Bəli, Y elə dəyişkən olmalıydı. Bu da doğrudur. Maqnezium sabit valentlidir. Bəli, Z elə bir sabit istəyirdi. Bu da doğrudur. Doğru cavab olacaq D variantı. Y-yə də baxaq. X-i verib bizə xrom. Xrom bilirik ki, dəyişkən valentlidir. Amma X bizə şərtdə deyir ki, sabit olmalıdır. Deməli, Y-nin də səhv variantıdır. Doğru cavab olacaq D variantı. Baxaq 19-cu suala. 19-cu sualda buna oxşuyur. Deməli, burada da gəlin qeyd edək. X necədir? Dəyişkəndir. Y sabitdir. Z də dəyişkəndir. Deməli, X dəyişkəndir. Y sabitdir. Z də dəyişkəndir. Deməli, başlayaq A variantında. A variantında birinci X-də olan kalsiumdur. Kalsium necədir? Sabit valentlidir. Amma X bizə verib ki, dəyişkəndir. Deməli, yanlışdır. B variantında fosfor. Fosfor, bəli, dəyişkən valentlidir. Bizdə də elə X-i bizə dəyişkən verib. Bəli, bu da dəyişkənlidir. Y-ə baxıram, Y feriumdur, dəyişkəndir. Amma bizə şərtdə nə deyir? Y sabit olmalıdır. Deməli, bu yanlışdır. B variantı getdi. C variantına baxıram, ferium dəyişkəndir. Bəli, elə X da dəyişkəndir, doğrudur. Fosfor dəyişkəndir, amma bizə Y sabit verib. Yanlışdır. C də getdi. D variantında ferium dəyişkəndir. Bəli, X da dəyişkəndir, doğrudur. Kalsium sabitdir. Bəli, Y də sabitdir, doğrudur. Fosfor dəyişkəndir. Bəli, Z də dəyişkəndir. Bu da doğrudur. Doğru cavab olacaq D variantında. Gəlin Y variantına da baxaq. Kalsium sabitdir, amma bizə X-i dəyişkən verib. Deməli, elə yanlışdır. Y variantda yanlışdır. Doğru cavab olacaq D variantı. Son sualımıza baxırıq 20-ci suala. Azot oksidinin 1,1 qramında, bu bayaq həll etdiyimiz suallardandır. Azot oksidinin 1,1 qramında 0,4 qram oksigen varsa, birləşmənin sadə formulunu müəyyən edin. Gəlin yazaq. Təbii ki, yenə burada indeksləri bilmirik. Ona görə NX, OY şəklində yazacağım. Ümumi nə qədərdir kütləsi? 1,1 qram. Oksigeni isə verib ki, 0,4 qramdır. Onda mən 1,1-dən 0,4-ü çıxaram. Alaram 0,7 qram azotun kütləsi. Təbii ki, digər suallardakı kimi bunların da mollarını tapmalıyam.
azotda azot tapmalıyam və bir də oksigeni ayrı-ayrı tapmalıyam. Birinci, deməli, azotu bizə verib burada baxın 14, oksigeni isə 16 verib. Deməli, birinci 0,7-ni 14-ə bölürəm. 0,7-ni 14-ə bölündə neçə eləyəcək? Eləyəcək 2-də 1. Oksigende isə burada baxın bizə nə qədər verilmişdi? 0,4 verilmişdi. Ayrı da verilib 16. Burada da oksigende 0,4-ü 16-ya bölürəm. Bu da eləyir 4-də 1. Dedik ki, onluq kəsr şəklində ola bilməz. Deməli, bunu tam əddə çevrilməliyik. Baxıram ki, 2-yə vursam əgər, burada yenə məxrəcdə 2 qalacaq, tam ədəd olmayacaq. Ona görə 4-ə vururam. Bunu 4-ə vururam. Bu eləyir 2. Bunu da 4-ə vururam. Bu da eləyir 1. Deməli, x-i tapdım 2. Bir dəqiqə. X-i tapdım 2. Y-i də tapdım 1. Deməli, formulumuzda olacaq N2O şəklində. Doğru cavab olacaq Y variantı. Bugün sizinlə valentlik bölməsini də bitirdik. Gələn videolarda görüşənədək sağ olun.